Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sanatoriya və istirahət mərkəzlərində müasir və rahat şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Bilgə Kardioloji Sanatoriyasında da abadlıq işləri aparılaraq şərait yaxşılaşdırılıb. Bununla əlaqədar Konfederasiyanın Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyinin rəhbər vəzifəli şəxsləri və Milli Məclisin deputatları sanatoriyada görülmüş işlərlə tanış olublar. Məlumat verilib ki, sanatoriyanın yeməkxanası, kotejləri, korpus otaqları, eləcə də fəvvarələr təmir edilib, ərazi yaşıllaşdırılıb. Həmçinin sanatoriyada Wi-Fi, internet, IP telefoniya və müasir işıqlandırma sistemləri qurulub, təhlükəsizlik kameraları quraşdırılıb. Bununla yanaşı çimərlik sahəsində də abadlıq işləri aparılıb. Sanatoriyada tibbi müalicə və qidalanma prosesi müasir sanatoriya konsepsiyasına uyğun şəkildə təşkil olunur. Tədbir iştirakçıları sanatoriyanın ərazisini gəzib yaradılmış müalicə və istirahət şəraiti ilə tanış olublar. Qeyd edək ki, 17,5 hektar ərazidə yerləşən Bilgə Kardioloji Sanatoriyası 316 çarpayılıqdır. Profili ürək və qan-damar sistemi xəstəlikləri olan sanatoriya il boyu fəaliyyət göstərir. 2025-ci ilin yanvarın 1-dən iyunun 30-na dək 2500 Həmkarlar İttifaqı üzvü sanatoriyanın xidmətlərindən yararlanıb. Bu da 2024-cü ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə çoxdur.